Bir müddətdir xəstəxanada müalicə alan tanınmış Türkiyəli sənətçi Fatih Ürək dünyasını dəyişib. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Türkiyə kütləvi informasiya vasitələri məlumat yayıb. Qeyd edək ki, oktyabrın 15-də evində infaq keçirən 59 yaşlı müğənninin ürəyi 20 dəqiqə dayanmışdı. Həkimlərin müdaxiləsindən sonra isə onu həyata qaytarmaq mümkün olmuşdu. Ağdam rayonunda ailə məişət zəminində ağır cinayət baş verib. Hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Kənd sakini Ceyhun Ağalıoğlu Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salahovaya balta ilə çoxsaylı xəsarət yetirib. Yaralı təcili tibbi yardım tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin məlumatına görə onun vəziyyəti ağırdır. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ceyhun Salahov artıq saxlanılıb, faktla bağlı araşdırma aparılır.